Çox güman ki, Dırnaqlı qız qorxulu hekayələrin ən məşhurlarından biridir. Bu hekayənin demək olar ki, bütün detalları üst-üstə düşür. Yalnız hadisənin baş verdiyi yer fərqlidir. Əfsanənin artıq 20 ildən çox yaşı var. Rəvayətə görə o yolda avtostop edir və xüsusilə gecə vaxtı sürücüləri dəhşətə gətirir. Şahidlərin bir neçə hekayəsi. Biz gecə vaxtı qohumlarımızla birlikdə maşınla gedirdik. Yol bomboş idi. Ətrafda bir nəfər də yox idi. Birdən yol kənarından bir qız gördüm. O yavaş-yavaş gedirdi. Maşını saxlayıb ona kömək etmək istəyirdim. Amma yanımda oturan əmim birdən-birə "Sür!" deyə qışqırdı. Təəccübləndim. Niyə? Ola bilər ki, yolu azıb. O isə daha sakit, lakin ciddi səslə cavab verdi. Sadəcə inan mənə, o insan deyil. Mən sürəti artırdım. Təhlükəsiz məsafəyə çatanda əmim soruşdu. Onun ayaqlarına fikir vermədin? O an içimdən sanki buz keçdi. Ayaqlarına baxmamışdım. Ayaqları yox, dırnaqları var idi, dedi. Bunu eşidəndə bütün bədənim titrədi. Amma içimdə qəribə bir sevinc var idi ki, tək deyildim. Əgər tək olsaydım, yəqin ki, maşını saxlayardım. İkinci hekayə. Bir dəfə sevgilimlə piknikdən qayıdırdıq. Hava qaralmışdı, yağış leysan kimi yağırdı. Yol kənarında ağ paltarlı bir qız avtostop edirdi. Birdən sevgilim titrəyən səslə pıçıldadı. Yoxsa bu odur? Mən heyrətlə soruşdum. Kim odur? O isə yalnız bir söz dedi. Dırnaqlar. Üzüm sapsarı oldu, amma maşını sürməyə davam etdim. Yanından keçəndə onun qorxunc təbəssümünü gördüm. Üstəlik, yağışın altında olmasına baxmayaraq, paltarları islanmamışdı. Və ən dəhşətlisi, ayaqları yox idi, dırnaqları var idi. O bizə tərəf qaçmadı. Amma o təbəssümü ömrüm boyu yadımdan çıxarmayacağam. Üçüncü hekayə. Qardaşım yük maşının sürücüsüdür. Həmişə deyirdi ki, bəzi yollarda qəribə hadisələr baş verir. Bir gecə tərk edilmiş bir magistral yolda gedirdi və yol kənarında bir qız gördü. O sanki kiminsə onu götürməsini gözləyirmiş kimi yavaş-yavaş yeriyirdi. Qardaşım maşını saxladı. Qız dayandı. Ona tərəf döndü və asta-asta maşına yaxınlaşmağa başladı. Amma faralar onun üzünü tam işıqlandırdı. Qardaşım dəhşətə gəldi. Qızın ayaqları yox idi. Onların yerində dırnaqlar var idi. Qardaşım əyləncə yox, qaza bastı və oradan uzaqlaşdı. Bir neçə kilometr sonra dayanacaqda başqa bir sürücü ilə danışıb bu barədə ona danışdı. Həmin adam isə gülümsəyərək dedi: "Sən onu görən birinci adam deyilsən."